Salam. Sizi ilk videomda salamlayıram. Bu gün bizə məsləhət görülmüş bir məkandayıq. Deyilənə görə Sovetin vaxtında bura otel olaraq planlaşdırılmış bir obyekt oldu. Lakin sonradan naməlum səbəblərdən dolayı tikili yarım buraxılıb və davam etdirilməyib. Yavaş-yavaş içəri keçək. Geç seri. Bura hansı otaqdır? Dediklər reception görürsən burada, o demişlər reception var orada görəsiz. Oxşuyur biraz daha reception aslında. Yəqin şifrə bulmaq istəyirlər, saxlayırlar. Ortadır şifrə. Hemen çözüm. Çek. Nədir bura? Ama boş. İçəri keçsin, oraya daha nəsə. Orada nəsə klok qalıb elə bir, hə? Sana şey etti, neyse kırıksa koyamam benim. Keç təmiz araşdıraq. Ha aşın. Aşıb? Ha. Tək olan seçim. Dedim bura məlum deyil də, hə? Niyə dayanıb tikinti? Bu yeri niye adam dedi ki yani burada tikinti. Səsi işitdim. Keç içəri. Tuvalet Baxaq da yenə hər tərəfə baxaq. yukarıda mı? Aman Allah, bura nədir belə? Bura nə gündür? Vay vay. Bağlanıb gedir. Onun obası sesine gidiyor bari. Sıcak olabilir. Oranı çəkəyəm. Keşke çekilişi de indir. Buranı çəkməyəm, gözlə. Bura nədir belə? Bu kadar var. Evde bir çöp var. Şu neyse. Divar taraftan bir şey yapmış. Keç içəri çəkəyəm bana. Lan neçə il olar, neçə il olar? İstəyirsən biraz kanalımız haqqında məlumat ver. Bu tip yerlərin niyə çəkilişə gəlirik? Biz bu tip videoları çəkiliş səbəbimiz daha çox nədən ibarətdir? Mən buranın yer tanıtımını tam olaraq demədim. Bura Bakı şəhərinin Naxış bölgəsində yerləşən bir bölgədir. Tanıtım videomuzda dediyim kimi videoların getdiyimiz bölgələrin sizin sağlamlığınıza zərər ola biləcək deyə. Yəni gedib siz də bizim kimi çəkiliş eləmək istəyirsiniz, amma ki biz bu işlə əvvəllər məşğul olmuşuq. Eyni kanal adı ilə bu işlərlə biz əvvəllər məşğul olmuşuq. Sadəcə sonra bəzi səbəblərdən dolayı kanalın videonu və kanalı çox nəticəli bir şey xizmət verir. Hərəkət edilməyə çox görədir.
bu işlə tam məşğul olmamışam. Amma əvvəllər bu çəkilişləri biz eləmişik deyə və belə bölgələrdən ən azı az da olsa 2-3 videoluq belə olsa təcrübəmiz var. Və yəni ki, biz istəmərik ki, siz gedəsiniz, misal üçün, deyim Bakı şəhərinin, məsəl üçün deyək də, Xəzər rayonunda filan yer var, gedəsiniz orada çəkiliş eləməyə çalışasınız. Sonra sizə nəsə olsun. Yəni, bizə belə bir şey lazım deyil. Ona görə də konfidensiallığı qorumaq üçün biz videolarda hər getdiyimiz yerin adını, necə deyirlər, paskript uydurulmuş bir adla deyəcək. Çəkilişi deyəndə bir öbür tərəfə başlayacaq. Və bayaq dediyim kimi atılmış otelimizin digər bölməsində gəlmişik. Bura nə, tam olaraq nədir bura? Otaqlar olan hissədir yoxsa? Otaqlara oxşuyursunuz aslında. Dur bəni, bax, misal üçün görürsən, yenə tualetdə oxşu tualetdə bu, ehtiyatlı tam cilməcəri. O oxşu tualetdə oxşuyur əslində, amma kənara kartı adı var. Yollar elə bir fikir versən belə bağlayırlar ki, yəni keçən eləyən çox olmazsa. Var kamanın var. Biraz sakit. Bura nədir? Onu çəkim. Otaqların çoxsu belədir. Elə buraya otaq olur. Böyle şut qazanır. Yəni bura çox. Hələ bu otaq sonunda müddət bir şut var. Qeyri bir yerdir. Elektriksiz yapma. Gel. Bitsin sonradan nasıl işleyeyim? Torbalara var. Turbalar təzə yoxuşur. Təzədir ha. Çok tezə. Təzədən bir işçi. Anlaşdırılır. Və sonradan deyəsən gələn iş yerində saxlayırlar, niyəsə. Arayında çok. Hemen hayatında şurada ne görürsün? Gel bura. Klop. Yavaş. Her yerde böyle soğuklar, oturacaklar. Tam yarım tükürükler yani. Buranın tükürük istəyirlər. Geç. Her şey. Neyse ben söyleyeyim. Geçiyorsun üstünlüktür. Ulan insan aklını çok takıldı. Yok abi stollar təzədir. Bu belə tez oxşamır. Lap köhnələrin toy stolları var ha. Bir şey versən toy stollarına oxşur. Çox köhnə stollara oxşur. Sığırtı grupta. Çünkü istəyir. Çünkü ne var? Bu işi tutamıyor. Keç nədirsə. Boğur ya, havası boğur hem daha. Yavaş. Torbası yani her tarafını. Bakın. Tekrar ne var ne yok. Nedir? Biraz soğuk şeydi. Okşuyorum ha. Farklı havası var. Ne oldu? Bilekandı o. Pireçen bir sıfır ses geldi. Yok. Ne? Kalkar orayından bir hava çekeyim. Tam olarak.
bir səssizlik oldu. Buralarda tor da eriyor. İstəyirsən buradan çıxar. Tor var burada. Buna bir yolu bağlıdır. Kalıptır. Bağlıdır da. Vay vay vay. Bura ne diyor? Allah. Her tarafı stolun bağlı var. Fikir versene. Tora bak. Siz çalışalım olaydı olarak. Kaçın? Kamera izleyelim ne olur? Onun ihtimali onsuz var. Qalxaq. Qalxaq. Yəni gəlmişiksə qalxaq. Prosta boğur havası. Qalx ki, necə olanda bağlanırlar, yoxsa açıqda. Yavaş, yavaş ol. Yavaş ol, nə olmasa köhnədik. Birinci buradan bax aradan. Nəsə var ya, yox. Arxaya bax. Bura hara çıxır? Kamil, burada da başqa yer çıxır. Yəni, əməlli başlı bura qəribə bir tikintidir. Qalx. Ən üstə qalxmaq məncə yaxşı fikir deyil. İkinci mərtəbə. Yuxarıya bax yenə, çox fərqli bir hissiyyə. Yox, ən üstə qalxmağın olması yoxdur. Baxma, problem olmaz. Biraz çox danışacağım. Bu məlumat ver. İndi bura təxminincə hansı otaqda bura? Təxminincə buralar haralardır? Təxminincə deyim, var. Keç sərsən. Yataq otağı. Bura keçmək nə dərəcədə mümkündür? Keçsən. Mən zarıdan keçərsin. Ehtiyatda ol, dağıtma. Sən telefonu tut, mən keçim. Ya özün çəksən, çıx, bax necə hissən. Yox, ehtiyac yoxdur. Görürsünüz də atalıq, səhvətdarın otağı. Neyi çəkirsiniz? Yönetmenlik. Bir de yedim ki yapmamış zat kalıp edeyim. Ben arkamından zaten gireyim. Üst sıfası. Tuttum. Keçəcəm. Yəni, bir də bəyan mən də söz deyim. Əzabla, əziyyətlə yəni buralara gəlirik, buralara çəkirik. İnşallah proyektimiz bundan daha yaxşı yerlərə gələcək. Yəni istədiyimiz sizdən tək olaraq videonu bəyənməyimiz, əməyimizi qarşılıqsız qoymamağınızdır. Sən nə deyirsən? Ben ne olmayı istiyorum ki? Kesinlikle dediğim kimi bayaqları biz bu işle məşğul olmuşuq. Bu adla və bu konseptlə videolar çəkirik. Hələ də Azərbaycanda bizim təşəkkürümüz yoxdur. Biz edirlər, biz geri qayıtdıq. İnşallah bu dəfə daimi olacaq. Çəkilişlərimiz falan. Nəzərinizə çatdırıram ki, hər həftənin 5-ci, 6-cı bazar gününə kimi bir video gələcək. Həftəlik bir video. Məncə bu videolarımıza baxan olubsa o vaxtlar, yəni bəlkə də hardasa kimsə bizi xatırlaya bilər. Ola bilər, o da ola bilər. Çünki Amma elə çox böyük bir işlərimiz yox idi. Hardasa 30-40 nəfərlik bir kiçik ailəmiz var idi, ailə üzvlərimiz var idi. Biz ailə kimi görürük, çünki yəni bizə dəstək olub, like qoyub, abunə olub, videomuza bir dənə baxmağınız belə bizim üçün bir fərəhdir, bir böyük bir şeydir. Çünki biz sizin üçün əksər çəkirik. Hər şey qoydum bura, ha. Arxandakı bura bax. Qapıdır mı o? Yavaş ol, tapıra, uy. Aç. Ehtiyatlı ol, ehtiyatlı ol. Nədir bura? Yataq, bura, yəni otağıdır. Dostlarımca bırakayım. Çəkim deyin, sənin yerinizi çəkim var. Sənəlim Of, ne pis havası var buranın. İyi havası çox ağır. Gözlə. Ağzı tut. Dostlar, yəni bu bildiyimiz əziyyət deyil. Çox dəhşətli bir qoxu var içəridə. Maraqlı nə deyil oldu o. Ses de gəlir, sən də işləsən, sən də Görürüm ki, sən sakitcə, bir dənə çəkişin ondan çıxaq başqa heç istəmirəm. Top var burada.
Top. Burada nəsə var? Ayaqqabılar. Onun tamamı burada. Ehtiyatlı ol. Bu yüzü seçme oyunu yaşayış sonrasında biraz yaxın bir yerdir. Mənə çək. Bura yaşayış sonrasına yaxın bir yerdir. Dediğim Naxış Pakistan Naxış rayonunun Naxış bölgəsi. Onunla bağlı biz bəzi kadrlarda tam divarı, pəncərəni ona görə çəkmirik. Çünki hamımız başa düşürük də, yəni nə qalmasaydı, video çəksəydi, Azərbaycanlı heç kim xoş gəlməz, kim sağ olsun o videoya düşsün. Yəni bu uzun bir söz deməyəm ehtiyac yoxdur. Cadana çəkək. Başa düşürük bunu. Vay vay. Nə cümlədir bura var? Bu deşik nasıl olsun, nəyə sözü görəsən? Bura başa düşdü, yaxşı tuvalet kabinləri. Bu nədir? What is this? Çıx. Dəhşət, yəni çox pis toz deyim, qoxusu var. Dəymə, heç nə dəymə çalmır. Burada iyi. Yəni bunu bizə deyəndə də dedilər ki, heç nəyə toxunmayın. Olduğu kimi qalsın hər şey. Tuvalet açıq olanı var. Ses gəlir. Ciddi sıkıntı çəkişir, sıkıntı. Şimdi bakıyorum. Bura haradır? Burada eyni yerdir yoxsa? Bak şu burada diyemiş. Yəni hamısında eyni konseptdə fikir versən, yəni bura bilinir otel olub. Bacım. Bu nəyə saxlaması üçün bildim mi nə? Bura Ehtiyatlı ol, telefon düşür. həyətidir. Eyni durbalın geçmək üçün fikir versən. Aşağıdakı mərtəbənin aşağıdakı mərtəbə Şaxtalar var. Onun üçün nəzərə tutulmuş bir şeylər. Yəni- Otaqdır. səs gəlir. Yəni aşağıdakının eynisini yuxarıda görürük. Pandemik değil mi? İyiymiş. Evet. Yarpaq imiş. Bayaq gördüyümüz kərtənkələ də elə bildim ölüsünü. Yəni ayağım ağrıyır mənim. Pandemik değil miydi bak? İyiydi, her şey iyiydi. Hər şey ha. İyiydi mi her şey iyiydi? Bəzi ölçülər deyirəm. Otaqları var. Rəngi var. Heç evli belə bildim, dəmiriymiş. Gedək. Buna büyük kandırımı olma yakın tutma. Biraz sancı bölgeyi. Üst tərəf ona fikir versənsə, bunlar nədir? Niyə bir yere? Bu səngərdir bura, qardaş, bu nədir? Yəni, Səncə toxunma hissə. Yəni, üst tərəf alt tərəfə nisbətən daha təmiz görünür məncə. Burada eyniyenin aşağısı belə bir qeyri-adi tikili ilə qarşı-qarşıyayıq. yavaş yavaş bağlanan şeylik. Niyə? Bağlanan şeylik de da. Sizdən keçək otaqlardan birində. Otaqlardan birlikte bağlanan şeylik. Keçsəm burada elə Yok. Biraz yavaş. Ha, yoldaşlar. Bu cümleleri gördüğünüz için bizim uzun müddetten sonra ilk videomuzuydu. İnşallah bundan sonra biz artık sizinle bir geri vermişiz. Parlapaspen komandası olarak ben Kamil, mən də ayıqam. Kahraman Ayxanımız. Ayxanımız. Bundan sonra videolarımız inşallah dediğim kimi her haftanın 6 pazar günlerine hepsi olacak. Videolardan önce tanıtımlarımız gelecek. Bir müddetten sonra videolarımızın artık daha çok bakış geldiğinden sonra sizin tekliflerinizden bakacağız. Instagram'da ve TikTok hesabından ve her hansısa bir sosyal bir şebekede link koyacağız ki siz bizim direktten yazasınız ve ilgiye diyesiniz bize. Samsun siz böyle bir bölgede böyle bir yerde bir tikinti var. Ve paranormal bu diyorsun. Kertenkele'de yemeği yapmış. Elə bildim ərzim kərtənkələ. Neyse, çok başınızı ağrıtmayayım.
Videomuzu beğenip abone olsanız sevinirik. Gələn görüşlərə qədər Palas Prospekt sizdən sağollaşır.